Artık İlham Əliyevin karşısına şart koydular. Tərəfini seçməlisən dedilər. Generallar geldi İlham Əliyevin yanına. Alem değdi birbirine. Müdafiə Naziriyle İlham Əliyev Amerika generallarla karşı karşıya oturdu. Bəziləriniz deyirsiniz ki, İlhamı niye ayağına çağırmadılar, İlhamın ayağına getdilər. Hayır, bunu şişirtmək olmaz. Bu elə şeydir ki, belə alttan eləmək lazımdır. Cəmi cümü Azərbaycanda 1-2-3 tane sayt yazdı bundan. 2-3 tane sayt media. Heç kimin yazmağına icazə vermədilər. İlham Əliyev bu anlamda İrandan çok qorxur. Qorxur desem yalan demiş olaram. Üyüdür. Erdoğan Trump'a karşı danışmadı. İlham Əliyev de Trump'a karşı danıştı mı? Haşa. İlham Əliyev ilə qələt eləməz. İlham Əliyev belə bir momenti də balanslı addım atmaq istəyirdi. Balans deyə Trump'ı çilədən çıxartdı. Trump'dan qabaq da Netanyahu'nu çilədən çıxartdı. Netanyahu ilə Trump 2 saat yarım görüşəndən sonra Trump İlham Əliyevə baskı uyguladı. Və bir neçə saat sonra Venezuela'nın prezidentini hopudum götürən Trump deyirdi ki, Qərb ölkələrindən, Yaxın Şərqdən, Avropadan qoşunları çıxardacağım. Tam əksinə Trump həmin bölgələrə qoşunlar yeridir. Amerikanın generalları gəldi. Sadəcə üzdə oturub stolda danışma şəklinin paylaşılma baxmayın. İlham Əliyevin qarşısında böyük şərtlər qoydular. İlham Əliyev çıxılmaz vəziyyətdədir. Baxın, İsrailə kömək eləsə də məhv olacaq, eləməsə də məhv olacaq. Neytral qalsa da məhv olacaq, qalmasa da məhv olacaq. Hökumət kanallarının çoxsu bunu göstərmir, çünki İlham Əliyev İranın hədəfinə gəlmək istəmir. İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib, daha sonra nümayəndə heyəti Müdafiə Naziri Zakir Həsənovla görüşüb. Burada nə anlaşılır? Amerikanın generalları gəlibdi. Sadəcə prezidentə deyiblər ki, bu məsələləri həll eləməlisiniz, yerinə yetirməlisiniz. İlham Əliyev də nə deyir? Mən hərbiçi olmamışam, əskərlikdə olmamışam, general, marşal, nə bilim, mirşal, nə bilim, nə şal olmağıma baxmayaraq ancaq başıma şal bağlayıb qaçmışam. O Müdafiə Nazirinə gedin söhbət edin görün. O nə kimi sizə kömək eləyə bilər? Yəqin ki, Amerika generalları da Müdafiə Nazirinə görüşüb ki, bizə lojistika dəstəyi yaradacaqsınız, falan dağın altdan inəyəcəyik, falan yerdən ağaracaq. Yəqin ki, belə şeylər narahat olmayın, İran bilməyəcək, bilsə də sizə bir şey eləyəməyəcək, sübut eləyəməyəcək. Nələr zəbab belə danışıqlar olubdu. Yəni Amerika İlham Əliyevə deyib, dalını dağıdaram, tərəfini seç. İlham Əliyev də tərəfini seçibdi demək olar ki. İlham Əliyev tərəfini seçməsəydi, Amerikadan gələn qüvvələr Müdafiə Nazirindən söhbət eləməzdi. İlham Əliyev yox deyərdi, onlar da qayıdıb çıxıb gedərdi. Demək ki, İlham Əliyev hə deyir. Amma bu tərəfdən yenə də İlham Əliyev ikiyüzlülük eləyir. Bu gün baxdım mən mediaya, deputatları, nə bilim, sözçüsü, mözçüsü çıxıb danışdırırlar ki, bəs Trump düz eləməyib, bir ölkənin prezidentini qaçırıbdı, nə bilim, neynəməyib. İndi İranı maralamağa çalışırlar, İran yapışsın. Mən hər zaman bunu deyirəm. İran olsaydı, İlham Əliyev bu qədər pislik elədi, İlham Əliyev çoxdan minərdilər. Demək ki, İran ya Rusiyadan qorxurmu, Putinin tulasına dəymir. İndi öz aramızda itə yiyəsinə görə hörmət eləyərlər. İndi İlham Əliyevin yiyəsi kimdir? Putinlə Erdoğandır da. Bilir ki, itə daş atanda yiyəsi üstünə gələcək. Belə bir vaxtda itin yiyəsini hürdürmək, itin yiyəsini üstünə qaldırmaq heç kim. Ondan öncə Amerikalılar gəldi İlham Əliyevlə danışıqlar elədi. İlham Əliyev həmin danışıqları Rusiyaya və İrana ötürdü. Məxfi danışıq idi. Amma niyə ötürdü İlham Əliyev? Eyni zamanda İsrail və İngiltərə nümayəndələri ilə aparılan danışıqlar barədə məlumatlar da Rusiya və İrana ötürülübdür. Hətta Azərbaycanın öz ərazisindən istifadə ilə bağlı razılaşmalar belə İran tərəfinə ötürülür. Bu da onu göstərir ki, rəsmi Bakı İlham Əliyev müəyyən məlumatları könüllü şəkildə İrana və Rusiyaya çatdırır. Buna görə də Rusiya və İran Azərbaycanda mövcud hakimiyyəti tez bir zamanda devirmək imkanına sahib ola bilər və bu qərara gələ bilər. Bu baxımdan əsas məsələ İran və Rusiya arasındakı razılaşmalardır. Çünki Avropa və ABŞ regiondan uzaqdadır və Azərbaycana yalnız sanksiyalarla təsir göstərə bilərlər. İran və Rusiya isə Azərbaycanla birbaşa sərhəddədir. Hətta hərbi yolla təsir etmək imkanına malikdir. İran və Rusiya qoşun soxa bilər. Bu səbəbdən İlham Əliyev İran və Rusiya ilə pərdə arxası ciddi məlumat mübadiləsi aparır. Yəni İlham Əliyev İran və Rusiyaya Qərbin, Avropanın, Amerikanın su qalığını məxfi bildiyi qədər məxfi planları ötürür. Lakin bu oyunun sonu onun özü üçün ağır nəticələnəcək. Çünki müharibə dövründə İsrail və ABŞ kəşfiyyatına aid məlumatların İran və Rusiyaya ötürülməsi gec-tez üzə çıxacaq. Bu zaman İlham Əliyev ABŞ və Avropanın ciddi təzyiqləri ilə üzləşəcəklər. Sanksiyalar nəticəsində ölkə daxilində ciddi etirazlar baş verəcək və bu İlham Əliyevin hakimiyyətinin devrilməsinə qədər aparıb çıxardacaq. Əliyev də bunu anlayır və ölkədən qaçmaq üçün planlar hazırlayır. Artıq Əliyevin ölkədən qaçması üçün müəyyən qism planlar hazırdır və Maduro'nun qaçırılmağından sonra İlham Əliyevin qorumasında, qaçış planlarında dəyişiklik